Doğulan şeyə nə deyirik biz? Beşik. Beşik deyilmi? Beşik doğuruq biz ya. Ölü dirildən qızlar idi. Nə? Bax, it küçükləyəndə ona nə deyirik? Nə vardı? Nə vardı it? Çoxlu estetik elətdirmişəm. Balayağı, nədir? Alın yazısı verilişinə xoş gəlmisiniz. Oyunun qaydalarına keçməmişdən qabaq rica edəcəm ki, özünüzü təqdim edəsiniz. İsmailova Jalə, müəlliməyəm və PR menecerəm. Qismət Luğur, antropoloq, tarixçi. Heydərli Elgün, tarixçiyəm. Bugün əməlli başdan ensiklopedik bir veriliş olacaq deyəsən. Hərəmizin alın yazısının üzərinə çox maraqlı bir şəxsin şəkli yerləşdirilib və sizin məqsədiniz o şəxsi tapmaqdır. Hazırsınızsa, alın yazısı verilişinə başlaya bilərik. Oynayın. Hiss edirəm burada. Nələr oldu deyə. Çox oyundan ötər güldüsü ikisi də yəni. Ondan təxmin edirəm. Okay. Ən pis oldu ki, mənə reaksiya verməmisiniz. Ona görə təxmin edə bilmirəm. Yaxşı, müğənni deyiləm, aktyoram. Yox. Erkəkdir yoxsa dişi? Məndəki. Dişidir. Qadındır? Bəli. Oy, nə işin çətin. Hə, qadınım. Erkəyəm yoxsa? Erkəksən. Kişi. Aha, aparıcıyam. Yox. Müğənni. Bəli, təxminən. Müğənniyəm. Bəli. Qocayam. Yox, qətiyyən. Cavanam, okey. Müğənnidir? Yox. Okay. Mən TikTokda məşhuram. Deyilsən. Yəni TikToker deyilsən də o məndə yox. Amma məşhuram da, yəni TikTokda. Təbura qoyulsa Canlı məşhursan. TikTokda da böyük malda çıxır, amma belə şey... Aparıcıyam. Xeyr. Yox. Məşhur mahnılarım var. Dəhşət. Çox. Çox məşhur Dinar. Sadəcə yaş qrupu var da. Blogerdir? Yox. Ad kimdir bu? Mən özüm... Mən ona bitdi məndə yəni. Cavan deyə yaşlı. Yaşlıdır. Yaşlı deyil, qoca deyil. Nətər bax? Orta yaşdır yəni. Orta yaş. Ha, orta yaşdır. Həyə yox olmadı amma. Çoxlu estetik elətdirmişəm. Hansı? Option. Yox. Kişiyəm də mən. Kişi eləmir də yəni. Bilirəm ağlında kimlər var amma o deyil. Yəni o deyil. Yəni bilirəm. Cavanam. İnan elə bir tipdir ki. Yəni yaşını bilmirəm. Həqiqətən bax sizdəki adamı mən tanımıram. Yəni sadəcə 2-3 dəfə görmüşəm. Cavan da, mən arıqdır biraz da, cavan oğlandır. Cavan oğlan. Cavan oğlan. Türkdür. Yox. Azərbaycan çəkir. Xahiş edirəm, Azərbaycanlıdır. Azərbaycanlı. Azərbaycanlıdır, bəli. Efirlərə qadağa qoyulan şəxsəm. Yox. Bir dənə sual versən onu. Hə, o kifayət. Amma verdi o sual sən vermədin. Mən müğənniyəm, Dedim müğənni, soram. aktyoram. Xeyr. Mən kimə başım? Bir dəqiqə bir şey deyim. Aparıcıyam. Aha, bəli. Okay. Ha, o Estetik elətdirmişəm. elətdirmişəm. O. Biri gəlir ağlıma, bir dənə onu bilirəm çünki. Odur. Sən axtarıram da ki. Xoş qədəm. Xoş qədəməm. Təşəkkürlər. Xoş qədəməm yəni. Xoşqədəm yox, xoşqədəm xanım. Aktyor deyiləm, müğənni deyiləm, qoca deyiləm, məşhur deyiləm, tiktoker deyiləm. Məşhursan. Məşhuram, TikTokda məşhurdur. Çox məşhur. Mən məşhur. Çox məşhurum. Yəni o qədər məşhursan ki, hər kommentdə görürdüm, amma yaxşı. Afəri Qağayev. Yox. Peşələri sən say. Azərbaycanda zəif olan bir şeydir, amma son dövrlərdə yaxşı yüksəlməyə başladı. Bir ara bizi çox sevindirdi həqiqətən. Hələ də sevindirməyə davam edir. Ümid edirəm daha da çox davam edəcək. Hansı sektordur səncə? Estetik əməliyyat. Estetik. Bizi sevindirmir. Bax, məni sevindirir. Bax məsələn, bax mən bir erkəyəm, kişi. Biz kişiləri Sən o sevindirər də başqa. bizi sevindirdiyini siz qadınlarda görürsüz onu. Elə bir sektordur ki, biz onu izləyəndə xoş hal olur. Futbolçuyam. Super. Bəli, Futbolçuyam. Ha, o şey. Gördünüz bax. Fəridəm. Fərid. Mən tamam fərqli. Mən özüm başqa yerlərdə görürdüm. Hal-hazırda futbolçu olmadım. Qardaşım, xoş qədəm Çünki heç futbolçu adı bilmirəm mən. Bir müğənni var, onun adı yadımdan çıxır, belə bayağı mahnılar oxuyur, odur. Aha, bayağı deməzdim yəni. Onun özünün şəxsi bir bayağı sənəti var. deməyək, belə deyim. Ay sağ ol. Moskvada da çox məşhurdur, onu dinləyir. Düzdür. Belə deyim. Bizdə dinləmirlər amma məncə. Bizdə dinləyirlər, 16 yaş, 18 yaş arası. Onun adı yadımdan çıxır. Bax bildiyim Çox kimi arıqdır. deyirsiniz. Mən deyirəm də sən çox arıqdır. Hətta bir ara futbolkaların üstünə o şəkli vurulur uşaqlar. Hə, doğru məni çaşdırdı yəni bu. Mənim başlı fanatıymışam. Adım Nərimandır. Tarih. Təbriklər.
Tapdım, birdən gəldim. Bədahətən. Ben ne istəyirdim, çaşdım Fəriddə də. Bir dənə sən qaldın, ən asanı o da yəni. Tipi çox xoş Mahnısını da gəlir bilmirəm, adamlara. İnsanlar ona görə mahnısını onu paylaşır. Mən də elə onun adını Mən ancaq editlərdə görmüşəm. Şəkli qoyarlar, İki adını dənə söz klip yazırlar. çəkmişdi, yəni iki dənə həkim qız var idi klipində. Aslında mən də dəqiq bilmirəm. bizim müqavilə heç yəni. Fanatım yox. Belə deyim də, İki dənə həkim qız idi, özü qızlar da full estetik. Anlatıyormuşsan sen. Sonra ki ekran sürəm 100-dür. İki dənə qəşəng həkim qız var idi klipində. O elə bil ölürdü, onu dirildirdilər. Amma elə başda yəni ölü dirildən qızlar idi. Nə? Həqiqətən, izləməmişəm. Kimi? Yaxşı da, yaxşı. Allah and olsun izləməmişəm. Ölü dirildən görməmişəm yəni. Zövqlər müxtəlifdir. Çıxanda o klipi böyük televizorda qoşacaq baxacaqsınız. Mütləq baxarıq. Nə idi o? Mercedes sürür başın, hündür. Onu da bilirsiniz ya. Onu da mən. A klipində yox, Mercedes C63. Məncə bu məlumatları mən də bilmirəm, yəni ondan bilməyəcəyik. Yəni adını sinonimlərindən söyləsəm olar. Belə deyim, Adında 2-dən B hərfi var. Yok. yoxdur yəni. Bir tane. 2 dönün. Bu mən deyim. Balıqladı. Heyvanın doğduğuna nə deyirik? Heyvan doğdu. Heyvan doğanda. Yəni İnsan doğdu. evləndən sonra, ya cütləşəndən sonra nə verir? Həyat. Yox, doğulan şeyə nə deyirik biz? Beşik. Beşik deyilmi? Beşik doğuruq biz. Yəni beşiyə nə qoyuruq? IQ-nun gedişi də. Beşiyə nə qoyuruq beşiyə? Körpə. Aha, ona başqa nə də deyirik əzizləyəndə? Nəyimsən? Qucaqlayanda. O niyə elə deyirsən? Oğlanlar indi qızlara necə xitab eləyir? Ay. Nəyimsən? Sən laf müqəddəs yerdə. Bununla başlayır o kəlmə. Həqiqətən çox xoş kəlmədir. Yəni Allah səni saxlasın. Bax it küçükləyəndə ona nə deyirik? Nağardı. Nağardı it. Ay, necə bir tikə var deyirdi ki, sonra əslində şad günündə. FSM'nin açılımını yap. FSM. Uzun adı ne onun kardeş? Abi gün uzun. Ay ya Rabbim ifrit geldi ya. 10 yaşıyam sağda olan bozur. Küçədə pişik gəzir. Pişiyin yanına o balaca versiyası nə deyirik? Pişiyin nəyi? Balas. Ay, sağ ol. Bala, sonra da ondan sonra necə İslami coğrafiyada çox yalan adlardan İndi biri. deyən, bayaq mühənniləri yadına sal. Bir dəqiqə, onu balaqlıdır. Mən başlamışı kəsmə olacaq. Bala nədir o adı? Meyxanaçıdır deyəsən də. Bala. Onun dilimin ucunda o adı deyə bilmirəm. İslamda ən çox məşhur olan isimlərdən biri Məhəmməddir. Ondan sonra hansıdır? Bizim regionda daha çoxdur. Bala gedir Şirdə elə 2 bilirəm. sözdür də, 2 sözdür. Baladan sonra onu qoy. Bala, ondan sonra o at. Yəni baladan sonra Mən 3 söz. Nəğmanı tapdım, sən bunu tapanmırsan. Mən futbola baxmayalım. Benim başına okuyacağız şimdi. Balayağı. Balayağı. Nə bilədir? Ana onun dilimin ucundadır. Əl. Bu nə? Hə, ona bir dənə söz. Əli kimdir? Bayaqdan sən Balalinin CV-sini təqdim eləmişəm. Mən kimdir ki nədir? Qulaq asaydım. Məncə Balali öz fəaliyyəti barəsində bu qədər ətraflı məlumata sahib deyil. Nəinki siz. Wikipediyasını mən yığmalıyam onu. Məncə mən sizə təşəkkür edirəm. Minnətdaram iştirak etdiyiniz üçün. Çox sağ olun. Bu qədər. Xoşunuza gəldimi? İşimiz elə bu qədər. Xoşunuza gəldimi? Bəli, çox. Amma başqa bir şəkildə olsaydı. Əfsuslar olsun ki, bizim, yəni əslində məncə çox uğurlu bir seçim oldu. Çünki biz Balali fanatı deməzdim. Bu artıq Keşf elədim, özümü mən də fanatıymışam. Bilmirəm. Uğur bəy. Bu maraqlı idi həqiqətən. Təşəkkür edirəm. Yəni Yəni bir antropoloq olaraq Xoşqədəm xanım haqqında məlumat belə bu qədər test tapmağınıza necə yanaşırsınız özünüzə? ya bu imkansızdır ki, Xoşqədəm xanım haqqında kimsə bilməsin. Çünki sənə axtaran verilişi çox məşhur olub. İnsanlara emosionlara aşırı təsir eləyə bilər. Xüsusilə də mən yaş dövrünə. Və o yaş dövrdə bizə ana ata olduğuna görə qaçılmaz olaraq görürük. Və siz nə düşünürsünüz o şəkildəki bəy barədə? Heç bir şey yəni. Onu məndən Çünki soruşun. dinləmirəm, yəni tam o yəni. Amma görmüsünüz də. Amma təbii ki Yəni görmüşəm. hal-hazırda bayaqdan çalışdım ki, yadıma düşsün hansı mahnısını. Elə istəyirdim ki, bunun adını deyib sadəcə dilimin ucundaydı, onu deyə bilmirdim. Dilimin ucundaydı deyə bilmirdim yəni onu. Balayaq deyəndə biraz təəccübləndim amma. Mən balakən gözləyirdim, amma balayaq yoxdur. Yəni Balalayaq da gözləyirdim qardaş. Yəni doğaç da gözləyirdim.
Axırıncı transfer olub deyəsən xarici hansısa bir Amerika yığmasına onu görmüşəm deyə, yəni Nəriman adı yadımdadır. Bir də hamı Nəriman biraz xoşlanırdı, hə ki oynaya bilmir. Mən çox uğur arzulayarlar. Mən çox sevindim. Yəni onun bizimkilər bəyənmədi. O getdi daha yaxşı yerlərə məncə. Yəni, Çox yaxşı. Bəyəndim. Uğurlar. Azərbaycan gəncini yuxarılarda görmək istəyirəm. Təşəkkür edirəm hər birinizə. Minnətdaram. Sağ olun dostlar.